Müsəlmanlar arasında, məxsusən sələfi əqidəsində olanlar arasında yanlış yayılmış düşüncələrdən biri də şirk məsələsidir. Bir dəstə müsəlman daim digər müsəlmanları qəbir ziyarətinə getdikləri üçün qınayır, onları şirkdə ittiham edir. Dünyaya nəzər saldıqda isə görürük ki, nəinki müsəlmanlar arasında, hətta qeyri-müsəlmanlar toplumlarında belə kimsə qəbrə sitayiş etmir. Əsl şirk qəbirlərdə yox, qəsrlərdədir. Quran buyurur ki, Firon milləti cəm edib dedi: "Mənəm sizin uca Rəbbiniz." Əsl şirk bax budur. Birinin özünü Allah hesab etməsi. Kimsə sual edə bilər ki, məgər bugün hansısa dövlət başçısı mən Allaham deyir? Bəli, deyir. Allah göndərən qanunları kənara qoyub, öz istədiyi qanunları yazmaq və cəmiyyəti bu qanunları itaat etməyə məcbur etmək ən böyük şirkdir. Allahlıq iddiasıdır. Hakim zalim də olsa ona itaat edin deyən ideologiya sahiblərinin qəsrlərdəki şirkə göz yumub, qəbirlərdə şirk axtarması necə də paradoksaldır.